dostlar, hörmətli qonaqlar, qələbədən sonra ilk görüşümdür. Təbii ki, qardaşlarımla görüşdür. Bugün səhər əziz qardaşım, Sayın Cumhurbaşkanı Rəcəb Tayyip Erdoğan'la telefonla danışdıq, söhbət etdik, bir-birimizi təbrik etdik bu böyük qələbə münasibətilə. Eyni zamanda gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Bir daha əziz qardaşıma və bütün Türkiyə xalqına öz adımdan, bütün Azərbaycan xalqı adımdan dərin təşəkkürümü bildirdim. Bu dəstəyə görə, həmrəyliyə, dayanışmaya görə bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini hər an biz hiss edirik. Bütün Azərbaycan xalqı hiss edirdi. Və dünən artıq bəyanatın imzalamasından sonra Türk televizyonlarında müşahidə olan mənzərə çox ürəkçandır. Bizim Türk qardaşlarımız bu qələbəyə öz qələbəsi kimi sevinirdilər. Zaten bu belədir. Bu bizim müştərək qələbəmizdir. Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Və bugün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Və bütün bu günlər ərzində həm Türkiyə vəzifəli şəxslər tərəfindən məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bütün bizim qardaşlarımız çox böyük dəstək oldular bizə. Bu bizə əlavə güc verdi, əlavə ruh yüksəkliyi qaldırdı və biz bugün əlbəttə ki, çox xoşbəxtik, mutluyuz ki, nəhayət 30 ildən sonra biz öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bugün əziz qardaşımla söhbət əsnasında eyni zamanda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Bu da hesab edirəm ki, çox önəmli addımdır. Bu bölgədə işbirliyinin yeni formatıdır. Zaten biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bugün buna biz nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bugün də sizinlə danışacağıq və Rusiya həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq təqvimi var, cədvəli var və bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir də xoş gəlmişsiniz, öz doğma evinizə xoş gəlmişsiniz.